Plastik tullantılar, görünməz təhlükə. Hər il dünyada 400 milyon ton plastik istehsal olunur. Onun cəmi 9%-i təkrar emala gedir, qalanı isə dənizlərə, torpağa və hava çirkinliyinə çevrilir. Hər il 1 milyondan çox dəniz heyvanı plastik səbəbindən həyatını itirir. Mikroplastik artıq su, duz, balıq və hətta insan qanında da tapılıb. Azərbaycanda bir insan ildə orta hesabla 20 kiloqram plastik tullantı yaradır. Nə edə bilərik? Yenidən istifadə et. Parça torba və şüşə qabdan istifadə et. Sadəcə bir yox demək böyük dəyişiklik yarada bilər. Plastikdən imtina et, gələcək nəsilləri qoru.